is Caspi'dən conjunction testlərinin izahına baxırıq. Birinci testə baxırıq. Birinci testdə neither nor olardı. Ona görə çıxırıq, gedir. Both and qalsın. Not only but also qalsın. Either or olardı. İki variantı çıxdıq quruluşa görə. İki variantı çıxdıq. Baxırıq ki, burada xəbərimiz cəmdədir. Xəbərimiz cəmdə olduğuna görə və either or, but, not only but also özündən sonra gələn isimlə uzlaşır. Burada isim tək olduğuna görə bunların olması üçün Jane is olardı. Amma both and-in xəbəri cəmdə tələb edir. Ona görə düzgün cavabımız D variantı. Davam edirik ikinci testlə. Both and olardı yanlışdı. Not nor yanlışdı. Neither nor olardı yanlışdı. Either də or olardı yanlışdı. Deməli düzgün cavabımız A bəndidir. Üçüncü testə baxıram. Deyir ki, my purse is, mənim pulqabım ya çantadadır, ya da şkafdadır. Deməli ya da C variantı düzgün cavabımızdır. You should leave the room. Whether or olardı. Not and diye bir şey yoxdur. Neither nor olardı. Both and olardı. Deməli düzgün cavabımız C variantıdır. Beşinci testlə davam edirik. Jack is ya evdədir, ya da ki məktəbdədir. Ya da either or. Either or yoxdur. Deməli nə məktəbdədir, nə də evdədir. A bəndi düzgün cavabımızdır. Altıncı testə baxıram. Jack likes apple. Baxıram ki, tag question'dır. İkinci tərəf təsdiq gəldiyinə görə burada mütləq birinci tərəfdə inkar axtarmalıyam. Burada da inkarım Y bəndindədir. Yenə tag question'dır. İkinci tərəf təsdiq gəldiyinə görə birinci tərəf inkar axtarmalıyam. O da inkarım A bəndindədir. Yenə baxıram burada ikinci tərəf təsdiq gəldiyinə görə, vergüldən sonra təsdiq gəldiyinə görə vergüldən əvvəl inkar axtarmalıyam. Yox, vergüldən əvvəl inkar gəlsəydi, vergüldən sonra təsdiq axtarardım. Baxıram yenə eyni qayda. Vergüldən sonra təsdiq gəlib, vergüldən sonra inkar axtaracam. C variantı. Yenə eyni qayda. Vergüldür, vergüldən sonra təsdiq gəlibdirsə, vergüldən sonra inkar axtaracam. Y bənd. Yenə eyni qayda. Tag question'dır. Vergüldən sonra təsdiq gəlibdirsə, vergüldən əvvəl inkar axtaracam. A variantı. Yenə eyni qayda. Vergüldən sonra təsdiq gəldiyinə görə, vergüldən əvvəl inkar axtaracam. B variantı. İndi vergüldən sonra inkar gəldiyinə görə, vergüldən əvvəl təsdiq axtaracam. Ona görə inkar olan variantları çıxıram. Both and-lə olur, onu da çıxıram. Düzgün cavabımız C variantı. Liza, yenə vergüldən sonra təsdiq gəldiyinə görə, vergüldən əvvəl inkar axtarıram. Neither nor. Burada baxıram ki, inkarlıq gəlibdir. İnkarlıq gəldiyinə görə mən burada inkarlıqları neyinirəm? Bu da özündən sonra gələn isimlə uzlaşır. İsmim cəmdə olduğuna görə izi neyinirəm? A bəndə düzgün cavabımızdır. Either oradan sonraya baxıram, uzlaşmanı ona görə eləyəcəm. Çünki bu iki tərəfli bağlayıcılar bir dənə both and olanda cəmdə olur xəbəri. Digər hallarda özündən sonra gələn isimlə uzlaşır. Təbii ki, nəqli cümlədə uzlaşır özündən sonra gələn isimlə, ikinci tərəflə. Əgər bildiyimiz kimi sual cümləsi olsa, köməkçi feil cümlənin əvvəlinə keçəndə, onda artıq feilə hansı yaxındırsa, köməkçi feilə hansı yaxındırsa, ona uyğun olaraq biz xəbərin tək və ya cəm olmasını seçirik. İndi təkdə olduğuna görə 1, 2 düzgün cavabımızdır. Teachers use like müəllimlər. İndi baxıram ki, burada insanı təyin edibdir. Studentsi təyin edibdir. Deməli, who ilə təyin edərəm ya da that ilə təyin edərəm. Amma which ilə, what ilə, whom da olması üçün, whom'un olması üçün bir dəqiqə. Whom'un olması üçün mənim burada birbaşa xəbər gəlməli deyil idi. Whom'un olması üçün birbaşa xəbər gəlməli deyil idi. Amma burada birbaşa xəbər gəldiyinə görə whom'u silirik. Ola bilməz. Boşluqdan sonra birbaşa xəbər varsa whom'u silməliyik. Deməli, ikinci tərəfdə də baxıram ki, zətdə uyğun gəlir, amma tərcüməyə baxanda B variantı uyğun gəlir. Nəinki istedadlı, həm də çalışqan uşaqları müəllimlər adətən xoşlayır.
18-ci testə baxıram. We will go. If-dən sonra will gəlməz. A-nı silirəm 18-ci testə. Baxıram ki, unless-in də tərkibində if var, gəlməz. Baxıram ki, burada climb depends. Baxın, bu cümlə mübtada budaq cümləsidir. Baxın, bura kimi mübtada budaq cümləsidir. Bura kimi mübtada budaq cümləsidir. Görürsünüz, we'll go to mountains climbing tomorrow. Feilə kimi olduğuna görə mübtada budaq cümləsi də whether, if, bir də zətlə başlamalıdır. Ona görə düzgün cavabımız D variantıdır. Said that strange, qəribədir, amma doğrudur. Birinci inkar, yəni mənfi məna, sonra müsbət məna. Deməli, burada olacaq what. What the scholar said, alimin nə dediyi. Qəribədir, amma doğrudur. The reason gördüksə, əslində vaya qaçmalıyıq. Amma burada boşluqdan əvvəl the reason olsaydı, vay götürərdim. Burada is that. Hanı D variantı uyğun gəlir. I want to know. Want to know, bilmək istəyirəm. No-dan sonra heç vaxt zət gəlməz. B-ni çıxırıq. No-dan sonra heç vaxt zət gəlməz. B-ni çıxdıq. Sonra, bilmək istəyirəm nəyi? He know about the last, nə bilir? Dünən gecəski insident haqqında nə bilir? A variantı düzgün cavabımızdır. 22-yə baxıram. No one has an idea. Heç kimin deyir ki, bir ideyası yox idi. Ən yaxın qaz stansiyası buradan nə qədər uzaqlıqdadır? How far? 23-ə baxıram. I want to know. Dedi ki, no-dan sonra zət gəlməz. Birinci A-nı silirəm. Burada baxıram ki, bütöv bir cümlə gəlib. Bütöv bir cümlə gəlibsə, ümumiyyətlə, preposition olanlardan sonra despite da daxil. Despite-in hərçənd ki, preposition yoxdur. Preposition olanlardan sonra bütöv bir cümlə gəlməz. Söz birləşməsi və yaxud da ki, gerund gələr. Ona görə Y bəndində çıxıram. To know, baxıram ki, all the member had arrived. Bilmək istəyirəm, gəlib, gəlmədiyini. Gəlibmi? Mumi və yaxud da ki, gəlib, ib deyə tərcümə olunur. B variantı düzgün cavabımızdır. Do you mind if I open the window? Pəncərəni açım mı? Ona görə D variantı uyğun cavabımızdır. 25-ci testə baxırıq. Dedi ki, no-dan sonra zət gəlməz, heç zət də yoxdur. He arrived or not. Burada oru görəndə, or bizi ipucudur. Oru görəndə bilirik ki, biz whether verməliyik. Çatıb çatmadığını, ıb-ıbmadığını deyə tərcümə olunur. 26-cı testə baxıram. Want to know. Birincini çıxacaq. Çünki dedi ki, no-dan sonra zət gəlməz. Biri çıxırıq. About. Thinking about. Kim üçün fikirləşir? Nə üçün fikirləşir? 2-4. B variantı düzgün cavabımızdır. I don't remember the name of the village. Kəndin adını xatırlamıram. Haradakı biz spent keçirdik. Son tətilimizi keçirdik. Harada in which qoyacaq. Bir də where qoyacaq. 3-4. Çünki in which ilə where sinonimdir. Amma which yox. Where'nin yerində istifadə oluna bilməz. Amma in which istifadə oluna bilər. This is the woman. Who da qoya bilərəm, zət də qoya bilərəm. Amma baxıram ki, boşluqdan sonra isim gəlib. İki isim arasında da təbii olaraq whose istifadə eləyəcəm. Do you know the reason? Bax, bayaq dediyim kimi, the reason'ı gördük. Vay, yapışdırırıq. Never read the letters. Baxıram ki, mənə elə bir şey lazımdır ki, təyin eləsin. Məktubları təyin eləyir zət. Bir də təyin eləyər which. 1-2. Burada əgər mübtada olsaydı boşluq götürərdim. Amma mübtada yox, birbaşa weren't. Köməkçi feil gəldiyinə görə artıq boşluq götürə bilmirəm. Davam edirik 31-ci testlə. This is the garden. I played a lot of games in my childhood. Uşaqlığımda oynadığım, çoxlu oyunlar oynadığım bu bağdır. Haradakı 1-2. In which, in where'dir bu, çox üzr istəyirəm. In which 2-3 B variantı. Last summer we went to Japan. Yaponiyaya getdik. Hara deyirik. Ona görə baxın where. Bunları da sildim. Bir dənə düzgün cavabım A variantı qaldı. Where I had some
old friends whom. Burada da şəxs gəldiyinə görə mən rahatlıqla whom verirəm. Davam edirik 33-cü testdə. My friend Tim. My friend Tim family. Tim'in ailəsi. Whose family? Y bəndi düzgün cavabımızdır. I still remember the restaurant whose name was. Whose name hansınınki adı. Whose fərqi yoxdur. İnsandır, canlıdır, cansızdır. Boşluğun hər iki tərəfində isim varsa whose götürürük. The first things we did was to in the city center. Şəhər mərkəzində there are serial killers, killer whales. Burada in which bir də where istifadə edəcəyik. 2-4 Y variantı düzgün cavabımızdır. 36-cı testə baxıram. The waiters. Baxıram ki, baxın, boşluqdan sonra köməkçi feil gəlibdi. 3 variantını silirəm. Whom'u da silirəm. Qətiyyən istifadə eləyə bilmərəm. Burada waiters'da canlı olduğuna görə which'i də silirəm. Düzgün cavabım 1, bir də 4'dür. Testlə davam edirik. 37-ci testdə about qayıq deməkdir. We had hired. Hansındakı 1, 2, bir də 3 olacaq. Çünki baxın, boşluqdan sonra mübtəda xəbər gəldiyinə görə mən boşluq qoya bilirəm. 38-ci testə baxıram. This is the bank. Aha, this is the bank. Yer olanda, yer adı olanda diqqət edirik. Çünki burada which də olar, in which də olar, where də olar. Which necə olar? Baxın, əgər harada deyə tərcümə edirəmsə, mən bunu həmişə necə deyirəm? Axırında A hərfi varsa, biz ya ora where ya da ki which qoyuruq. Amma hansı deyə tərcümə edirəmsə o yer sözünü, hansı, axırında I hərfi varsa, mən onu which ilə əvəz edirəm. Mən onu deyəndə ki, bu qayda belədir. İndi baxıram ki, hansı ki dünən, hansı ki, ona görə 4, bir də 2. 2-4 D variantı düzgün cavabımızdır. 39-cu testə baxıram. The man, adam, baxıram boşluqdan sonra feil gəlib. Feil gəlibsə, bax, birinci bunu silirəm. Who'su silirəm. Feil gəlibdə boşluq olmaz silirəm. 1-3 düzgün cavabımız B variantı. 40-cı testə baxıram. Is a girl. Qadın cinsidir, təyin eləməliyik. 1-2. Başqa heç nəyə baxmıram. Painting 2, bir də 4 olacaq D variantı. Çünki cansızı təyin elədik. The back in zət olmaz. Ümumiyyətlə, deyək ki, prepositionlardan sonra zət istifadə eləyə bilmərik. In which, haradakı, hansındakı, haradakı, mən deyir, pullarım bugün oğurlanıbdır. I have come here with my friends. Dostlarım ilə baxıram, xəbər gəlib. Xəbər gəlibsə, whom gəlməyəcək. Birinci bunu silirəm. İnsan olduğu üçün which'i silirəm. What'ı silirəm. 3-5. Hanı? D variantı düzgün cavabımızdır. Dress. Paltarı təyin eləməliyəm. Paltarı təyin eləmək üçün, baxın, what'dan təyin eləyə bilmərəm. 4 olan variantı silirəm. Amma zətlə təyin eləyə bilərəm. Sonra whichlə təyin eləyə bilərəm. Və burada da mübtəda xəbər gəldiyinə görə boşluq da qoya bilərəm. C variantı düzgün cavabımızdır. 45-ci testə baxıram. I think, bax, mən insanı təyin eləyirəm və boşluqdan sonra da mübtəda xəbər gəlib, tam cümlə gəlib. Ona görə birinci 4'ü götürürəm. İnsan təyin elədiyim üçün 3'ü də götürə bilirəm. Çünki mübtəda xəbər gəlib ikinci tərəfdə və bir də zəti götürürəm. 3, 4, 5 B variantı düzgün cavabımızdır. 36-cı testi. The cafe, she usually has a cafe. Haradakı, o harada. Görürsünüz, A deyə tərcümə edirəm. Sonunda A varsa, bu ilə in which götürürəm. 1-3. 47-ci testdən davam edirəm. The boy bike has been stolen in his crying. The boy, kimin ki? İki tərəfdə isim olduğuna görə D variantını götürürəm. Whose qoyuram. Əgər cansızı, heyvanı təyin eləyirəmsə, bu prepositionlardan sonra which gələcək. Əgər canlını təyin eləyirəmsə, insanı təyin eləyirəmsə, onda whom gələrdi. Burada da cansız olduğuna görə which götürürəm. The papers, qəzetlər, that, bir də which, 1-2. He is the man, adamdır. Kimin ki qardaşı? Whose. 51. They blamed me for everything. For everything went wrong. Baxıram ki, burada törəmələr dedik ki, biz which-lə, bir də ki, zətlə
əvəz eləyə bilərik. Təyin eləyə bilərik daha doğrusu. Ona görə 1-2 D variantı düzgün cavabımızdır. The person insandır və baxıram boşluqdan sonra da birbaşa feil gəlibdir. Whom olsaydı silərdim. Birbaşa feil gəldiyinə görə bunu da silirəm. İnsan olduğu üçün who ilə bir də zətlə 2-4 təyin eləyirəm. Yəni başqa o qədər də çox danışmağa ehtiyac yoxdur. Baxıram ki, bayaqlarım dediyim kimi, əgər insandırsa, ofdan sonra whom götürəcəm. Cansız olsa, heyvan olsa which götürəcəm. In the stairs, top of the stairs, she has a coat round her waist. Aha. Baxıram ki, Richard pilləkənlərin deyir başına çata bilmədi. Burada C variantı uyğun gəlir. Before she was coat round her waist. Aha. Burada bəli, burada C variantı uyğun gəlir. Linda often visited Chinatown. Burada Chinatown. I was in burada baxıram ki, mən 1-1-dəki 3 olacaq. Çünki deyir ki, mən San Francisco'da olarkən A variantı uyğun gəlir. He opened the window. Baxıram indi buna. Açan kimi içəri uçdu. Açanda içəri uçdu. Açandan sonra içəri uçdu. 1-3-4 A variantı düzgündür. We hadn't gone far of people. Burada before we saw görməmişdən əvvəl. İnsan izdihamını görməmişdən əvvəl. Biz bilirik ki, baxın, afterdən sonra had gələrdi. Amma baxın, məsəl üçün bilirəm ki, before'dan sonra had gəlməz. Ona görə had burada olduğuna görə mən before'nu götürürük. Sonra you can read the magazine. Continuous zamanları gələndə while'a gidin. C variantı. We returned from, baxın, keçmiş zamanla present perfect zamanını bağlayan yeganə bağlayıcısı since. Don't forget to check. Unutma deyir yoxlamağı. Qazı çıxmamışdan əvvəl, evi tərk etməmişdən əvvəl B variantı düzgün cavabımızdır. 61-ci testə baxıram. In the country, şəhərdə when the trees are blossom, ağaclar deyir ki, çiçəkləyəndə. The roof fell, the anxious father dashed into the house to save his baby. The roof fell. Deyir ki, tavan çöktü. Ata uşağını xilas eləyəndən sonra və xilas eləməmişdən əvvəl 2-3-4 B variantı düzgün cavabımızdır. 63-cü testlə davam edirik. You will gain the victory. Zəfər qazanacaqsan. Əgər bir də as long as have strong will in your mind. 1-2 Y variantı düzgün cavabımızdır. As long as dikcə deyə tərcümə olunur. Accepts, baxın, burada baxıram gələcək zaman varsa, burada indiki sadə zaman olanda şart olanları götürəcəyik. Və bir də baxıram ki, baxın, burada görürəm nə var? Tam bir cümlə var ikinci tərəfdə. Ona görə despite qətiyyən olmaz. Bunu silirəm. The post. Deməli, burada 1 olacaq. Zətdən sonra tam cümlə gəlir və şərt bildirir. Sonra 3 olacaq. Bir də görə, səbəb olduğuna görə 6. C variantı düzgün cavabımızdır. Take an umbrella with you. Özünlə deyir çətrini götür. Yağış yağmasına qarşı. Baxın, burada tam bir cümlə gəlibdir. Çünki it mübtədamdır, rains xəbərimdir. Tam bir cümlə gəldiyinə görə, baxın, birinci gözümə batan prepositiondur. Bunu silirəm. Burada da 2 düzgündür. Nəysə olmasın deyə, nəysə qarşılıq olsun deyə bu cür istifadə edirik bunu. Və baxıram ki, bir də if ilə istifadə eləyə bilərəm. If it rains. Yağış yağsa çətirini götür. Yağış yağmağına qarşı çətirini götür. My mom always had blood pressure. She drinks hard. Anamın deyir ki, qan təzyiqi var. O acı kofe içəndə, səhərlər acı kofe içəndə qan təzyiqi olur. Beləliklə o
içməməyə cəhd edir. Bir də əgər anamın qan təzyiqi ona görə də olduğuna görə o that's why ona görə də o bunu içməkdən çəkinir. 1, 2 düzgün cavabımız C variantındır. Əminəm ki, şüə zət, ona görə digər variantları sildik. The city, şəhəri xatırlayıram. Haradakı olduğuna görə, you meet for the first time. Burada zən deyil, bu zətdir. D-ni də silirəm, baxıram elə bilirəm zəndir, zətdir. Deyirəm 2 variant da uyğun gəlir. Harada deyə tərcümə elədiyimizə görə Y variantı düzgün cavabımızdır. My mom comes home. Anam evə gəldi. I will tell her. Mən ona deyəcəm. You behaved at the party. Anam evə gələn kimi mən sənin necə pis davrandığını ona deyəcəm. B variantı düzgün cavabımızdır. Və burada deyirsiniz uzlaşma pozulubdur. Biz dedik ki, budaq cümlələrdə uzlaşmanın pozulmağı mümkündür. Tamamlıq budaq cümləsində. Brenda was watching. Baxıram ki, duringdən sonra tam bir cümlə gəlməz. Bunu silirəm. Because of-dan sonra tam bir cümlə gəlməz. Ona görə bunu da silirəm. Baxın, burada düzgün cavabım yevəndidir. Çünki ayıncı varsa, continuous zamanlar varsa, while-a qaçırıq. 70-ci testdə baxırıq. My bicycle, mən deyir, sənə velosipedimi verəcəm. Əgər söz versən mənə, D variantı düzgün cavabımızdır. I want to know, bilmək istəyirəm nəyi? Zətləri silirəm, gözümə batır. Votu da siləcəm. Çünki bu if-lə, whether-lə bilmək istəyirəm. If your sister liked the present, burada da ikinci tərəfdə hədiyyəni cansız olduğu üçün votla təyin eləməyəcəm. Ona görə 1-4 düzgün cavabımız Y variantı. Speak slowly, yavaş danış. So everybody can follow. So that everybody can follow what you are saying. Ondan ötürü ki, hər kəs sənin nə dediyini eşidə bilsin. 73-cü testə baxıram. So, I was talking about. Nə haqqında danışıram. And in fact was talking about mine. Burada so that. Yox, burada A variantı uyğun gələcək. Çünki ikinci tərəfdə baxıram ki, təzadlıq var. Deyir, mən qızım haqqında danışıram. Amma fakt odur ki, mən deyir, özüm haqqında danışırdım. Ona görə düzgün cavabımız A variantı olacaq. B variantı yox. 74-cü testə baxıram. He was said, dedi. Burada baxıram prize, first prize, birinci hədiyyə. It was true. İndi, baxın, burada said that, burada zət olacaq. Said that, dedi ki, prize'ı da deyirəm ki, he had won the first prize. Qalib gəldi, müsbət bir şey deyirəm. Amma deyir, şübhəli idi. Burada təzədən ikinci dəfə təzadlıq var. Görürsünüz, şübhəli olmağı var. Ona görə Y variantı düzgün cavabımızdır. 75-ci testdə baxıram. The hotel. Hara ki biz qaldığımız çox səs-küylü idi. 2 gün sonra biz tərk elədik. Beləliklə, hara dediyimə görə o və so beləliklə tərk elədik. Bir də in which, haradakı that's why. Ona görə də biz tərk elədik. 2-3. Burada əs görədik. Biz tərk elədiyimizə görə səs-küylü olmayıbdır ki. İndi baxıram, the child shoes dediyimizə görə təbii olaraq iki tərəfdə isimdir. İki tərəfdə isim olanda who's-dan istifadə eləyəcəyik. Who's da burada bir C-dədir, bir də Y variantındadır. Və ikinci tərəfə baxıram. Baxın, running, ayıncı varsa while-a qaçırıq. 77-ci testə baxıram. The police officer, isim, whose olacaq. Və burada da stopped fail, arrested fail, 2 dənə faili bir-birinə bağladı. Sonra 78-ci, study hard, you will make great success. Və sən deyir ki, böyük bir uğur qazanacaqsan. Mr. Brown came to work. Mr. Brown otağa gəldi. Hətta baxıram ki, burada 2-4 olacaq.
Çünki deyir keçən gecə ayağını qırmağına, burxmağına baxmayaraq o bugün işə gəldi. Sorry. Bugün işə gəldi. 2-4. 80-ci testə baxıram. He always behaves. Həmişə davranır. He was most important person in the world. Dünyadakı ən vacib insanmış kimi. Mış kimi əsif əsso D variantı düzgün cavabımızdır. 81-ci testə baxıram. You will better hurry. Yaxşı olar ki, deyir ki, tələsəsən. Baxıram, burada tam bir cümlə gəlibdir. Tam cümlə gəlibdirsə, baxın, bunu silirəm. 2 mənim nəyimə lazımdır? Yaxşı olar ki, tələsəsən. Burada as it's rains, tezliklə yağış yağacaq. Ondan ötürü tezliklə yağış yağacaq. Çünki tezliklə yağış yağacaq. Ondan ötürü və çünki 1-3 B variantı düzgün cavabımızdır. The teacher came in. O müəllim otağa gəldi və uşaqlar ayağa qalxdı. Beləliklə də uşaqlar ayağa qalxdı. 1-2. Baxıram ki, burada tam cümlə gəlib. Mübtəda xəbər varsa tam cümlədir. Ona görə oflu olanları qrammatik olaraq, yəni 3-dən 4-ə ona görə çıxa bilərik. Və he wants to, o deyir ki, translator, tərcüməçi olmaq istəyir. O ingilis dilində yaxşı danışa bilmir. Baxıram ki, burada təzadlıq var. Təzadlıq var. İngilis translator olmaq istəyir və danışa bilmir. Bir tərəfə müsbət, bir tərəfə mənfi olduğuna görə but və so 1-4 düzgün cavabımızdır. 84-cü testə baxıram. You can't go out. Sən deyir, çölə gedə bilməzsən. You finish all your homework. Baxıram ki, burada tamam bir cümlə gəlib də. Ona görə off'u silirəm. Off'lu olanları silirəm. Sən çölə gedə bilməzsən. Burada baxın ki, şərt cümləsidir. Unless, əgər sən, unless-in tərkibində if not var. Əgər sən bütün ev tapşırıqlarını bitirməzsən, çölə çıxa bilməyəsən. Və burada baxıram ki, unless olmasa if you don't finish ola da bilərdi. If you don't finish all your homework. 85-ci testdə. 85-ci testdə my mother is, anam atam kimi. Baxıram ki, təsdiq cümləsidir. Təsdiq cümləsi olduğuna görə əsasdan istifadə edəcəm D variantı. 86-cı testə baxıram. The question were so difficult that hardly, baxın, elə dediyəndə cümləyə baxanda cümlə çıxır. Buradakı sifətə görə so istifadə edirik. 87 the baby was so, bax, small olduğuna görə so small, bunları çıxırıq. That, zən deyə bir şey yoxdur. Ona görə B variantı düzgün cavabımızdır. She could answer all the questions. O deyir, bütün sualları answer all the questions. Bütün sualları deyir, cavablandıra bilir. Bildi. Baxmayaraq ki, also, baxmayaraq ki, daha əvvəlki dərsdə iştirak etməmişdi. 1-4 D variantı. 89-a baxıram. Salty, yenə eyni şeydir. Saç isim olanda istifadə edirik. Burada so, salty, that. Hanı? That. Aha. C variantı 89-cu testdə düzgün cavabımızdır. 90-cı testdə baxıram. You can go to the park with your friends. Dostların ilə gedə bilərsən. Dostların ilə gedə bilərsən. Ev tapşırıqlarını bitirəndən sonra əgər ev tapşırıqlarını bitirsən, bir də ev tapşırıqlarını bitirəndə 1-2-5. He is running. He runs for his life. Elə qaçır ki, həyatı üçün qaçırmış kimi. 1-3. Düzgün cavabımız A bəndi. Testlə davam edirik. Deyir, prezidentin nitqi çox uzun idi və heç kim marağını itirmirdi. Və uzun idi və heç kim marağını itirmirdi. Baxıram ki, burada birinci uzun idi, yorucuydu. Amma ikinci müsbət bir şey deyibdi. Ona görə also ilə so uyğun gəlir. 3-4 düzgün cavabımız. 93-cü testə baxıram. Diqqətli ol, yoxsa qrammatik səhvlər eləyəcəksən. A variantı düzgün cavabımızdır. I never spoken ill of him. I don't like him. Deyir ki, mən onları xoşlamıram və onlarla heç vaxt danışmıram. Baxıram ki, cümlə gəlibdir. Burada cümlə gəldiyinə görə birinci, 5-ci olan variantı sinirəm. Sonra baxıram ki, baxmayaraq ki, mən onlarla I never spoken ill of him baxmayaraq. Və burada baxıram ki, təzadlıq var. Mən deyir, heç vaxt onun haqqında belə deyək də, onun haqqında pis danışmıram, amma onu xoşlamıram. 2-4 burada düzgün cavabımızdır.
Jack was very tired. Jack yorğun idi. Tennis all afternoon. Çünkü bütün gün orta bizimlə tenis oynamışdı. Bizimlə bütün gün orta tenis oynadığına görə yorğun idi. 2-3 düzgün cavabımızdır. 96-cı testə baxıram. The word will always be the same. Eyni olacaq. Adamlar adam olduqca B variantı. As long as dikçe diye tercüme olunur. She was so beautiful that everybody admire. A bəndi. 98. He was diligent. Baxıram ki, burada diligent veribdir, burada man verib. İnsan verdiyinə görə mütləq və mütləq saç verməlidir. Amma saç burada sayıla bilən tək isim olduğuna görə insan artiklında verməlidir. Ya C variantıdır, ya da Y variantıdır. Buradakı saç zən diye bir şey yoxdur. Y variantını çıxıram. C variantı düzgün cavabımızdır. 99-cu testə baxıram. The examination was so difficult that the only few students could pass. Və burada C variantı düzgün cavabımızdır ki, imtahan çox çətin idi və beləliklə də davam edirik 100-cü testlə. Deyir ki, we don't necessarily grow wiser, we grow older. Deməli, deyir ki, necessarily grow wiser, biz deyir ki, daha deyir yaşlı, böyüdüyümüzə görə bizim daha ağıllı böyüməyimiz lazım deyil. Belə bir şey çıxır tərcüməsində. Görə deyə tərcümə olunur. C variantı uyğun gəlir. He is ahead of me, not in English. Amma deyir, İngilis dilini bilmir. Amma Alman dilini, ona görə but. Burada təzadlıq olduğuna görə A variantı düzgün cavabımızdır. Şayad no sooner zəndən istifadə olunur. No sooner gördüksə zəni yapışdırın. Yesterday, dünən məktəbdə deyil idi. Çünki, baxıram ki, burada tam cümlə gəlib. Bunu çıxıram. 4-5, C variantı düzgün cavabımızdır. Onun deyir ki, qızdırması olduğuna görə, çünki qızdırması var idi. Raining olduğuna görə baxıram ki, deyir güclü yağış yağırdı. To get in car, she was angry. Baxmayaraq ki, güclü yağış yağırdı, amma deyir rədd elədi maşına minməyi, çünki acıqlı idi. Baxıram və also ilə so eynidir, because-la da as eynidir. 1-2 düzgün cavabımız B variantıdır. 105-ci testə baxıram. Baxmayaraq ki, deyir o ev tapşırığını bitiribdi. He played his guitar. Ev tapşırığını bitirəndən sonra o gitar çalıb oynaya biləcək. 105-də C variantıdır. Və 106. Give me my blue pencil back if I will go. Mənim deyir mavi qələmimi geri qaytar, yoxsa mən müəlliməyə şikayət edəcəm. Gedəcəm və müəlliməyə şikayət edəcəm. Əgər qaytarmazsan, if not, əgər qaytarmazsan uyğun gəlir. 107-ci testə baxıram. Jane will never forgive you. Jane deyir səni heç vaxt bağışlamayacaq. Sən ondan 1000 dəfə belə, hətta əgər 1000 dəfə belə üzr istəsən, D variantı düzgün cavabımızdır. Hətta əgər və baxıram, write it down deyir, bunu yaz. Ondan ötürü ki, sən unutmayasan deyə B variantı düzgün cavabımızda. I need to get to work early. Mən deyir ki, to get early, erkən deyir ki, işə çatmağa ehtiyacım var. I can finish the report before the meetingdən əvvəl deyir ki, məruzəmi bitirməliyəm, bitirə bilim deyə bu cür tərcümə olunur. Baxın, bitirə bilim deyə, ona görə C variantı uyğun gəlir. 110-cu testə baxıram. Boring gəldi. So that A variantı düzgün cavabımdır. 111-ci testə baxıram. Uyğun olanları götürməliyəm. Baxıram ki, baxın burada gələcək zaman və burada da sadə zaman, ona görə 2-də C olması C variantı uyğun gəlir və I don't know if Araz watered all the trees in the garden. Araz bağdakı bütün ağaçları sulayıb mu? Sulayıb mu? If weather-nə sinonim olaraq istifadə edirik burada. 112-ci testə baxıram. The footballers stopped playing football. I got impatient. Deyir ki, baxıram ki, burada nə var?
Burada of verib. Of veribsə təbii olaraq despite'dan sonra of olmayacaq, oradan sonra of olmayacaq. So of, as of olmayacaq. Because of B variantı 112-ci testdə düzgün cavabımızdır. Can somebody please explain to me? Aha. Ask. Baxın, burada deyir ki, what uyğun gələcək, nə etməliyəm, bir də ki, nə axtarıram, o nə deyir mənim haqqımda düzgün idi. Ona görə A variantı düzgün cavabımızdır. Hamısından nəyə getdi? 114. My mother asked, I shall get home. I learned to swim. I was 7 years old. When I was 7 years old, mən deyir 7 yaşım olanda, don't forget to lock the door, qapını bağlamağı unutma. When you got, çölə gedəndə. 115-ci testlə davam edirik. She said to me, mənə dedi ki, he had watered for them for an hour at the station. Baxın, burada nə var? Burada so var. So varsa təbii olaraq burada zət olacaq da. İpucu. Sonra Aysu went to bed early. Yatağa erkən getdi çünki yorğun idi. Burada çünki yorğun olduğuna görə bir də olacaq A bəndi. We couldn't find Eldar. Eldarı tapa bilmirik. Eldarı tapa bilmirik. So we had looked for him. Baxmayaraq ki, onu hər yerdə axtardıq. B və burada da C variantı uyğun gələcək. A, B, C. A variantı 116-cı testdə. 117-yə baxıram. Eldar didn't pass the final exam. He hadn't worked hard. Keçə bilmədi çünki o yaxşı öyrənməmişdi. Aylin ağıllı tələbədir. Amma baxmayaraq ki, ağıllı tələbədir, axmaq səhvlər eləyə bilir. A bəndi. Və deyir ki, burada da C bəndi. B, A, C. B, A, C. B variantı düzgün cavabımızdır. 118'e baxıram. He wanted to explain everything. Nobody listens to him attentively. Amma deyir hər şey aydın izah eləmək istəyirdi, amma heç kim ona qulaq asmırdı. Diqqətlə qulaq asmırdı. C variantı düzgündür birinciyə. You won't be able. Baxıram, burada gələcək zaman və burada da indiki sadə zaman olanda if qoyuram. B variantı. 3'ə də olacaq A variantı. C, A, B, D variantı düzgün cavabımızdır. Aha. The actress performed well. Və actress gözəl çıxış elədi və hər kəs onu alqışladı. And-lə bağlanacaq. If I won a lot of money. Əgər deyir mən çoxlu pul qazansam loteriyada if I won B olacaq. 3'ə də A olacaq. Since. Baxıram ki, has been və keçmiş zamanı birlikdə bağlayan yeganə since'dir. C, B, A. C variantı düzgündür. A, 120-ci sonuncu testi. Aysu, Sara, like. Baxıram ki, 2 dənə adam verib və like verib. Fiili cəmdə verib. Cəmdə veribsə burada both and uyğun gələcək. C variantı 1'ə. 2'yə baxıram. Bax, 3-cüyə baxanda görəm inkarlıq var da. B'də də inkarlıq var. Deməli, dəqiq burada A'dır, burada da B'dir. C, B, A. C variantı düzgündür.